Salam, əziz Azərleydi saytının izləyiciləri. Bu günlərim sizinlə şəkər buranın hazırlanma qaydasını öyrənəcəyik. Bunun üçün bizə lazım olan ərzaqlar: 500 qram ələkdən keçirilmiş un, 1 çimdik duz, 1 paket vanilya, 150 qram margarin yağı, 3 yemək qaşığı xamam, 2 ədəd yumurtanın sarısı, yarım çay qaşığı maya, biraz süd, biraz su. Başlayırıq xəmirimizi yoğurmağa. Öncəliklə unun içini açırıq. Duzumuzu əlavə edirik. Mayamızı əlavə edirik. Bir paket vanilyamızı əlavə edirik. 2 ədəd yumurtamızın sarısını əlavə edirik. Xamamımızı əlavə edirik. Qeyd üçün bildirim ki, xama çox da yağlı olmamalıdır. %50 qram margarin yağımızı əlavə edirik. Öncədən ev şəraitində isitdiyimiz. Və 1 ovuc su, 1 ovuc südümüzü əlavə edirik. Xəmirimizi yoğururuq. Yoğurduğumuz xəmiri 15 dəqiqə kənara qoyuruq, xəmirimiz özünə gəlsin. Budur, xəmirimiz hazırdır. Xəmirimizi götürüb balaca kündələrə böləcəyik. Hazırlayırıq. Kündə formasına gətiririk. Çalışmaq lazımdır ki, kündələr çox da böyük olmasın. Budur, 23 ədəd balaca kündəmiz hazırdır. Daha sonra isə yaymağa başlayırıq. Çalışmaq lazımdır ki, kündəni yayanda hər tərəfi açılsın. Kənarları yumru qalmasın. Və hazırladığımız içliyi şəkər buramızın içinə əlavə edirik. İçliyin hazırlanma qaydasını Azərleydi saytından daha ətraflı öyrənə bilərsiniz. Budur, içliyimizi bir qaşıq qoyuruq və baş barmağımızla içliyi basarıq, xəmirin kənarlarını bir-birinə sıxırıq, bağlayırıq. Arxadan əvvələ qədər bu qayda ilə xəmirimizi, şəkər buramızı bükürük. Gördüyünüz kimi bükdük və kənarlarını 2-3 dəfə əlimizlə nazikləşdiririk ki, kənarlarını bükəndə daha incə büküm qaydası alınsın. Və kənarlarını bükürük. Bu qayda ilə bükürük. Bükdükdən sonra şəkər buramızın üzərini naxışlayırıq. İstəyinizdən asılı olaraq naxışları öz zövqünüzə uyğun edə bilərsiniz. Naxışlarınız nə qədər incə olsa, şəkər buralarınız pişdikdən sonra daha gözəl görsənəcək. Və çalışmaq lazımdır ki, naxış ilə vurasınız ki, pişəndən sonra naxışlar bitməsin. Həm də çox da qalın naxış vurmaq düzgün olmazdı. Çünki şəkər buramızın incəliyi onda itə bilər. İstəyəninin zövqə uyğun olaraq adlar da yaza bilərsiniz.
şeker buralarımızın üzerine. Budur. Şeker buralarımızı bu qaydayla hazırlayıb listimizə qoyuruq. Hazırladığımız şeker buraları 100 dərəcədə 15 dəqiqə pişiririk. Çalışmaq lazımdır ki, üstləri qızarmasın. Altı qızarandan sonra şeker buraları götürəcəyik sobamızdan. Budur. Şeker buralarımız hazırdır. Xoş olsun. Bizi YouTube kanalından izləməyi unutmayın. Sağ olun.